Salam, məni izləyənlər. Mən sizə demişdim o birisi birinci bölümdə ki, sizə çantam hazır olanda video paylaşacağım və budur, çantam hazırdır. İstəyirəm onun haqqında sizə ətraflı məlumat verim. Çantam deməli ölçəcəm, ölçüləri ilə sizə deyəcəm. Çantamın ölçüsü 28 yarımdır. Baxın, ölçürəm. 28 yarımdır. Yəni uzunluğu. Eni isə 18-dir. İstəyirəm içini də göstərim. İçinə baxın. Bax, belə açılır. İçinə baxın. İçində beləsinədir. Yəni yetərincə dərindir. Çox şey yerləşə bilir. Əsas telefon, bizə yəni lazım olan nə varsa yerləşir. Tutqacıdır. Yəni artıq hazırdır. Baxın, qıraqlarıdır. Qıraqlarda beləsinə karabin vurmuşam. Zəncirinə özünün, baxın, özünün ipindən salmışam, daha qəşəng, daha gözəl görsənsin. Daha da bir gözəllik qatar ona. Bu o biri tərəfidir. Baxın. Bu arxasıdır. Arxasını göstərirəm sizə. Ümid edirəm ki, xoşunuza gəldi. Bəyənirsiniz, bəyəndiniz. Sizin dəstəyiniz mənim üçün önəmlidir. Bax, belə gözəl çanta çıxdı. Kim istəsə şərhlərdə, statusunda mənə yaza bilər. Bu qədər. Yəni istəyən olsa bu çantanın master klassını göstərəcəm. Düzdür, toxuculuq elə bir şeydir ki, ancaq həvəsi olan toxuyur. Mən də elə başa salacağam ki, ancaq həvəsi olan onu toxuyacaq. Yəni elə də çətin bir şey deyil. Yəni istəyən olsa, həvəsi olan olsa, baxıb da toxuya bilər. Sadəcə orada nüanslar var, keçidlər var. Ona dəqiqliklə baxsalar ki, bu keçiddən rəngdən rəngə keçid var. Ona dəqiqliklə baxsa, hər kəs məncə toxuya bilər. Yenə deyirəm, toxuculuq elə bir şeydir ki, gərək həvəsin olsun. Həvəsin olmasa, bunu toxumaq mümkün olmur. Həvəsi olmasa, heç etmək olmur ümumiyyətlə. Bax, beləsinə bu qədər. Çox sağ olun məni izlədiyinizə görə. Kanalıma abunə olsanız, like'larınızı isə gözləyirəm. Təşəkkür edirəm. Çox sağ olun.